Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi, dəyərli izləyicilərim. Bugün sizinlə baxırıq 2016-cı il 1-ci qrup sınaq 1-in A variantına. 26-cı sual. Mənfi yüklü zərrəcik maqnit sahəsində hansı istiqamətdə hərəkət etdikdə ona təsir edən Lorentz qüvvəsi ən böyük olar? Demək, Lorentz qüvvəsinin düsturu F Lorentz Q, V, B, sinus alfadır. Baxırıq ki, burada maqnit sahəsi bir cinsdir. Yəni, hər yerdə B eynidir. Mənfi yükdür. Burada yükü dəyişdirmir hərəkət etmək. Küsü də eynidir. Bütün hallarda sürətin modulu eynidir. Lorentz qüvvəsi sinus alfadan asılı qalır. Sinus alfada nə vaxt böyük olurdu? Demək, 90 dərəcədə. Burada mənfi yük 90 dərəcə, yəni B-yə maqnit sahəsinin qüvvə xətlərinə 90 dərəcədə yönəlsin. O da, deməli, bir halında hərəkət etdikdə olur da. B xətlərinə bir nədir? Perpendikulyardır. Ona görə doğru cavab olur burada C variantı. 27. Udulan işığın dalğa uzunluğu 3 dəfə artarsa, verilmiş metal üçün fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğu dəyişməz. Fotoeffektin qırmızı sərhədinin istir dalğa uzunluğu, istir tezliyi yalnız katodun növündən asılıdır. 28. Başlanğıc koordinat -6 metrdir. Yəni x sıfırımız -6-dır. X oxu istiqamətində V-si müsbət 5-dir. Təcili 0-12, amma yavaşlayan. Yavaşlayırsa V müsbətsə A-sı mənfi olmalıdır. Deməli, təcil 0-12-dir. -6 olmalıdır. A variantında var. C-ni çıxıram. Y-də də var, B-də də var, D-ni də çıxıram. Sonra sürət müsbət 5 olmalıdır. A-nı avtomatik çıxdıq -5-dir deyə. Qalanları qaldı. Təcil -0-12-dirsə mənfi olmalıdır deyə. Y də gedir. Bir dənə qalır B variantı. B-də də mənfidir və T kvadratının əmsalını biz 2-yə vurub təcili tapırdıqda, onda 1-i 2-yə vuranda onda 2 eləyər. Ona görə doğru cavab olur B variantı. 29. Radiusu 40 olan diskin nəyin istəyir bizdən? Neçə dövr edər? Sürətin düsturunu yazsaq, verilənlərə əsasən, vaxt getməsin deyə mən oxumadım. Yəqin ki, siz artıq oxumusunuz məsələn. Buradan da sayı tapsaq, VT bölünsün 2 yer. Bəzən şagirdlərdən eşidirəm, deyirlər ki, müəllimə, biz bilmirik hansı düsturla gedək. Həmin vaxtı nə etmək lazımdır? Mən özüm belə eləyəndə daha yaxşı görürəm ki, vaxtım da az gedir və daha tez ağlıma gəlir, daha yaxşı olur. Verilənləri yazın. Baxın, məsələn, radius verilib R yazıram. Sonra sürət verilib V yazıram. Zaman var T, pi-də var. Nə istəyir məndən? Neçə dövr edər? Bu kəmiyyətlərdən ibarət düstur ağlımıza tez bu gəlir. Ağlımıza gəlmirsə, demək ki, biz nəzəriyyəni zəif öyrənmişik. Onda məsləhətim sizə olar ki, əvvəlcə nəzəriyyəni möhkəmləndirin testləri işləməmişdən öncə. Və burada da hesablasaq, 60 vurulsun 10 saniyə, bölünsün 2 vurulsun 3 vurulsun, 40-ı da 0.4 yazıram, çünki metrə çevirirəm. Bu 6 ilə bunun 6-sı gedər. 100-ü də onda 4-ə böləndə eləyəcək cavab 250. Doğru cavab olur A variantı. Linzalardan hansı səpici linzadır? Səpici linza deməli kənarları ortasına nisbətən qalın olurdu. Yəni orta kənarlara nisbətən daha nazik olurdu da. Ona görə B variantı ödənilir burada. 31-də üfüqi müstəvi üzərində yerləşən sükunətdə olan eyni kütləli tirciklərə təsir edən dayanğın reaksiya qüvvələri arasında hansı münasibət? Tamam, baxaq burada, axırda gedib cavablarına baxarıq. Baxın, əvvəlcə reaksiya qüvvəmiz bilirik ki, dayaqdan perpendikulyar üzü yuxarı yönəlir. N. Hər bir halda reaksiya qüvvəmiz buna bərabərdir. N və burada da N. Burada da həmin qüvvə. Yaxşı, bu cismin bilirik ki, bax burada F-in 2 dənə proyeksiyası var. Biri bu proyeksiyadır, biri də bu proyeksiyadır. X və Y proyeksiyasıdır. Reaksiya qüvvəsinə təsir edən Y proyeksiyasıdır. Deməli, bu üfüqlə alfa bucağı əmələ gətirirsə, bunun şaquli proyeksiyası olacaq F sinus alfa. Və aşağıda təbii ki, bütün kütləli cisimlərin MJ-si var. Burada da aşağı MJ-si var, ağırlıq mərkəzindən çəkirik. Burada da aşağı MJ-si var. Və burada da F qüvvəsi üfüqlə alfa bucağı əmələ gətirirsə, şaquli proyeksiya yenə olacaq F sinus alfa. İndi birinci halda, baxın birinci halda. Aşağı 2 dənə qüvvəmiz var, MJ ilə F sinus alfa. Yuxarı isə nəyimiz var?
Bir dənə n-imiz var. Onda aşağı qüvvələrlə yuxarı qüvvələri bərabərləşdirsək, olacaq n bərabərdir mc üstəgəl f sinus alfa. Bu hasır. İkinci hal. İkinci halda mc aşağı, f aşağı, n yuxarı. Onda n bərabərdir mc üstəgəl sadəcə f. Üçüncü halda n yuxarıdır, f sinus alfa da yuxarıdır, mc aşağıdır. Bu halda nə yazarıq? N ilə f sinus alfanın cəmi mc və buradan da n bərabərdir mc çıxılsın f sinus alfa. Və burada indi görək ən böyüyü hansıdır? Təbii ki, ikincidir. Niyə? Çünki mc-nin üstünə təmiz f gəlibdir. f2 böyükdür, n2 daha doğrusu. n2 böyükdür. Bu ikisindən hansı böyükdür? Təbii ki, mc olan, yəni n3, f yazıram mən hər dəfə. F-i silib yenə f yazan ancaq mən ola bilərəm. Və üçüncü halda isə çıxılıb mc-dən f sinus alfa qədər əksikdir. Ona görə də üçüncü hal ən kiçiyidir. Yox, bu üçüncü hal idi. Onda mən bura nə yazmalıydım? 1 yazmalıydım da. Hə, mc üstəgəl f daha böyükdür. Nəinki mc üstəgəl f sinus alfa. Burada f-i kiçildir də sinus alfa. Ona görə n2 böyükdür n1-dən, o da böyükdür n3-dən. İndi gedək cavablara baxaq. Sualın yarısı buradadır, yarısı yuxarıda. 2, 1, 3 böyük istiqamətində. 2 böyükdür, 1 böyükdür. 3 doğru cavab olur D variantı. 32. Maye daxilindəki kub formalı cismə maye tərəfindən təsir edən təzyiq qüvvələri. Bu sual hansısa ildə qəbulda da iştirak edilibdir. Yəni bu sınaqlarda işlənən sualları bəzən fərqli illərdə gətirib qəbullara da salırlar. Yəni ola bilər ki, demirəm, eləyirlər. Çünki bu suallar artıq onların bazasında var və qəbula da 80-90% bazada olan suallar gəlir. Yeni suallar isə nisbətən az olur. Yəni bir neçə dənə. 32-yə baxırdıq. Hə, burada necə olacaq? Baxın, F4 ilə F3 hər ikisi eyni hündürlükdədir mayenin səthindən. Ona görə burada Roje HS-dir də, maye tərəfindən cismə təsir edən qüvvə. Ona görə F4 ilə F3 bir-birinə bərabərdir. F3 F4-ə bərabər. Bəs hansı daha böyükdür? Təbii ki, yuxarıdakı kiçikdir. Niyə? Çünki burada mayenin açıq səthindən bu qədər hündürlükdədir. Amma F2-də bu qədər hündürlükdədir. Roje HS düsturuna görə H böyük olanda qüvvə də böyük olacaq. Ona görə 2 ən böyükdür 1-dən, 3 də 4-ə bərabərdir. Doğru cavab olacaq 32-də A variantı. 33. Bir cins elektrik sahəsinin qüvvə xətləri istiqamətində sahəyə daxil olan proton. Baxaq, elektrik sahəsi müsbətdən mənfiyə yönəlir. Proton da sahəyə qüvvə xətləri istiqamətində daxil olursa, müsbət yük mənfiyə tərəf təbii ki, yeyinləşən və bir cins sözünə görə bərabər yeyinləşən hərəkət edəcək. Doğru cavab Y variantı. Təbii ki, düz xətt üzrə. 34. Bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə bərabər sürətlə hərəkət edən naqildə. Hərəkət edən naqillərdə epsilon induksiya V, B, L sinus alfadır. Perpendikulyara görə sinusu yazmıram. Epsilon induksiya L-dən necə asılıdır burada? Düstura görə düz mütənasib asılıdır. Doğru cavab D variantı. İzoxor proses. İzoxorda nə idi? V sabit idi. O saat gözümüzə D variantı toxunur. Gedirik 36-ya. Kristal cisimlər üçün hansı ifadə doğrudur? Birinci anizotropdur, izotropdur, müəyyən ərimə temperaturuna malikdir. Müəyyən ərimə temperaturu var və anizotropdur. Doğru cavab Y variantı olacaq. 1 və 3. Bu da bərk cisimlərin xassələri olan dərsdə kristal və amorfların xassələrini demişik. O dərsdə öyrənə bilirik bu mövzunu. Nəzəri sualdır. Müəyyən hündürlükdən üfüqi istiqamətə atılmış bizim proqramdan çıxıb, abituriyent proqramından çıxıb. Əgər burada müəllimlər də bu testləri izləyirsə, yəqin ki, məndən inciyəcəklər izah etmədiyim testlərə görə. Mənim burada məqsədim əsas daha çox, yəni abituriyentlərə yararlı olmaqdır. Ona görə də vaxt itirmək istəmirəm. Bunları izah edib. Əgər müəllimlərdə sual qalarsa, müəllimlər də WhatsApp üzərindən yazıb bunun həllini öyrənə bilərlər və yəqin ki, inciməzlər. 38-ci sual. Sarğacın maqnit sahələrinin enerjisinin nisbəti. Bunu da deməli toplu sualıdır. Bugün elə hazırlıqda bu sualı uşaqlar vermişdi. Oradan yadıma düşdü ki, topluda olan suallardandır. Deməli, cərəyan buradan gəlir. Ellər eynidir. Cərəyan paralel qoldur, ular da eynidir. Müqavimətlə tərs asılı bölünür. Müqavimət burada 2 dəfə azdır. Yuxarı 2, aşağı i verirəm.
Ellərdə eynidir. Maqnit sahəsinin enerjisi birinci halda L1 I1 kvadratı bölünsün 2. Yəni L1-im L-dir. I1-in də kvadratı 2-nin kvadratı 4i kvadrat bölünsün 2. Yəni 4 L kvadrat bölünsün 2 eləyir. İkinci halda isə L2 I2 kvadrat bölü 2 bərabərdir. L vurulsun I kvadrat bölü 2. Baxıram ki, biri 2-yə böləndə L kvadratlar gedər, 4 bölünsün. Bir əmsallara baxıram da, baxın bu əmsala. Bu da eləyəcək cavab 4, yəni B variantı olacaq. 39-da. Hansı halda nüvələrin yarımparçalanma periodu ən kiçikdir? Burada da deməli dərsin nəzəri hissəsində vermişik ki, period ən böyük olurdu 5-cidə, ən kiçik olurdu 1-cidə. Niyəsi isə yenə də dərs sahəsində daha ətraflı verilmişdir bunların. Doğru cavab olur burada C variantı. 40-da dəyişən cəryan dövrəsinə qoşulmuş aktiv müqavimətdən keçən bu sualın niyəsi ürəyimdə qaldı. Deyim onu, sonra keçək də. Delta-ın bölünsün N0 bərabərdir. 1 çıxılsın, 2 üstü mənfi T bölünsün T. Və burada özünüz də riyazi olaraq yanaşa bilərsiniz ki, biz T-nin qiymətini tutaq ki, artırıb azaldanda bu gedib bu hissəyə necə təsir eləyəcək? Oradan artıq özünüz başa düşəcəksiniz ki, bunun kiçiyinə o da kiçik olur, bunun böyüyünə o da böyük olur, ya tərsinə. Yəni sadəcə budur, üslü funksiyadır. Baxırsınız ki, biz T-nin qiymətini dəyişdirəndə bu delta-ın bölü N0-a necə təsir eləyir? Bundan başqa bir şey deyil. 40-da İ-ni verib bizə ani gücün zamandan asılılığı. Bizdən soruşur aktiv müqavimət. Aktiv müqavimətdə deməli, P nədir? P bərabərdir I kvadratı R və burada R dəyişmir də. Və I-dən də kvadratik olduğuna görə I sinusdan başlayıb koordinat başlanğıcından, P də koordinat başlanğıcından, amma mənfisiz çünki I-nin kvadratıdır. Mənfi hissədə müsbətlənir, olur Y variantı. 41. Elektrik sahəsinin enerji sıxlığının vahidi joule bölünsün metr kubu vahid həcmə düşən enerjiyə bərabərdir də tərifində dediyimiz kimi. 42. Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyini dəyişsək, xüsusi müqavimət adında xüsusi olanlar kəmiyyətlərdən asılı olmurlar. Yalnız maddənin növündən, materialın növündən və temperaturdan asılıdır. 43. Bizdən nə istəyir? Deyir ki, 3Q olan metal bir kürəsi elektrometrə birləşdirilmişdir. Radiusu R, yükü 3Q olan bu bir kürəsi elektrometrə birləşdirilmişdir. Bu kürəni mənfi Q olan eyni iki kürəsi ilə toxundurub aralasaq. Biz əvvəlcə kürələri toxundurub aralayırıq. Bax, kürələri toxunduranda burada eyni verdiyi, yəqin ki, ölçünün eyni olmalıdır. Baxın, radiusları eyni verib də hər ikisində. Radiusları eyni olanda yüklər necə bölünürdü? Q1 iştirik bərabər idi Q2 iştirixə. Əvvəlki yüklərin cəminin yarısı. Yəni 3Q ilə mənfi Q-nün cəminin yarısı nə olacaq? 1Q. Hər ikisi indi oldu müsbət Q, indi oldu müsbət Q. Əvvəl elektrometrin göstərişi 3Q-nü ölçürdü. Yəni elektrometr nəyi ölçür? Potensiallar fərqi. Fi bərabərdir K vurulsun 3Q bölünsün R. İndi nəyi ölçür bəs? İkinci halda 2-yə birləşdirsə, 2-nin son yükü nə oldu? Müsbət Q oldu da. K vurulsun Q bölünsün R. Neynədir? 3 dəfə azaldı da. Ona görə cavab olur 43-də C. 44. Sərbəst elektromaqnet rəqslərinin baş verdiyi rəqs konturunun kondensatordakı gərginliyin amplitud qiyməti UM-dir. Sarğacın maqnit sahəsinin enerjisi kondensatorun elektrik sahəsinin enerjisindən 2 dəfə çox olan halda, kondensator yəni elektrik yazaq da. Demək, tam enerji bərabərdir maqnit üstə gəlinsin elektrik. Tam enerjiyə yazsaq CUM kvadratı bölünsün 2 bərabərdir. Maqnitə yazsaq elə maqnit qalsın, onun yerinə 2 elektrik qoysaq, üstə gəl elektrik. Burada alırıq ki, CUM kvadrat bölü 2 bərabərdir 3 elektrik enerjisinə. CUM kvadratı bölü 2 bərabərdir 3 vurulsun CU kvadrat bölü 2. Burada C bölü 2'lər getsə, UM kvadrat bərabərdir 3U kvadrat. Buradan da U kvadratını tapsaq, UM kvadratı bölünsün 3 eləyir. Buradan da U'nu tapsaq, ani qiyməti istəyir də bizdən. UM bölünsün, UM köksüz 3 kökdə. Cavab olur B variantı. 45.
Fiyası eta olan istilik mühərrikində işçi cisim T müddəti ərzində qızdırıcıdan Q1 qədər istilik miqdarı alırsa, mühərrikin faydalı gücü hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, mühərrikin faydalı işi A-dır, gücü deyirsə A-nı T-yə də bölməliyik. İndi gəlin düsturu yazaq. Və biz bilirik ki, faydalı işin düsturu Q1-in T-yə nisbətidir. Burada da, daha doğrusu belə yazaq da gəlin. Eta bərabərdir, A' bölünsün Q1. Biz burada gücü tapmalıyıq. Gücü də bura necə gətirə bilərik? Faydalı işin yerinə faydalı güc istəyir axı. Yazıram ki, P vurulsun T bölünsün Q1. Və burada da biz P-ni tapsaq, etanı Q1-ə vurub T-yə bölə bilərik. Yəni, doğru cavab Y variantı olacaq. 46. Dinamometrlə ölçmək olar vahidi qüvvə verən bütün kəmiyyətləri, yəni cismin çəkisini. 47. Elektroliz zamanı ayrılan yük, elektrolitdən bu qədər yük keçəndə maddənin kütləsi M bərabərdir K2 olduğuna görə cavabı qramla ifadə edeyim. Mən bu qramı çevirməyəcəm, amma millini çevirəcəm. 0,5 vurulsun 10 üstü mənfi 3. Millininki daha bu qramdır. Vurulsun 200 kulon. Bu da eləyir qram bölünsün kulon. 0,5'i 200'ə vuranda 100 eləyir. 100'ü də 10 üstü mənfi 3'ə vuranda 0,1 qram edəcək. Doğru cavab. 47-də. Yəni cavab elə 0,1 olur. 48-də. Cismin kütləsini istəyir bizdən. Əlimizdə nələr var? Sərtlik var. Gəlin verilənlərimizi yazaq. Buradan XM-in qiyməti var. Başqa nə var bizdə? Period var. Baxın 4 hissə gedəndə 4XM qədər. Periodumuz var, pi də var, cismin kütləsini soruşur. Cismin kütləsini tapmaq üçün biz burada necə gedə bilərik, baxaq. Deməli, F əvəzləyici bərabərdir MA yazsaq, F-in maksimum qiyməti bərabərdir MA maksimum. Gəlin elə bu cür gedək. F maksimum bərabərdir MA maksimuma. Və burada da KXM bərabərdir MAM. M-i də tapanda KXM bölünsün AM. İndi gəlin burada AM-i hesablayaq ayrılıqda. AM bərabərdir omega kvadratı XM bərabərdir 4 pi kvadratı bölünsün T kvadratı XM. AM-in yerinə bunu yazsaq, lap hesablamayaq. Gəlin düstur kimi qoyaq, birbaşa hesablayaraq. K vurulsun XM bölünsün 4 pi kvadratı bölünsün T kvadratı vurulsun XM. Niyə hesablamadım? Çünki gördüm XM-lər gedir, ehtiyac qalmır da. Demək, burada olur düstur K vur T kvadratı bölünsün 4 pi kvadrat. Yəni, bizə qrafikdən əslində XM lazım deyilmiş, heç T lazımdır. İndi 1,8 vurulsun. Periodumuz harada gəldi, dayandı 4XM 2-də 2-nin kvadratı bölünsün. 4 vurulsun 3 veribsə 3-ün kvadratı 9. Burada da 4'lər gedir, qalır 0,2. Bizdən nə ilə istəyir cavabı? Qramla. 0,2-ni biz kiloqramdan almışıq, ona görə cavab qramla. Bəzən mənim özümdə çox olur bu diqqətsizlik. Nə ilə istədiyinə baxmırıq və cavab gəlir, səhv çıxır. Açıq suallarda deyim ki, 1 qat yox, 2 qat, 3 qat, 5 qat diqqətli olmaq lazımdır. Nə ilə istədiyinə fikir verin həmişə. 49. Hansı ifadələr doğrudur? Cəryanlı naqillər bir-birini neynəyəcək? Əks istiqamətsə itələyəcək. Cəzb eləmək eyni istiqamətdə olurdu. Birinci naqilə təsir edən qüvvə. Birinci naqili 2 neynəyəcək? İtələyəcək bu istiqamətə. 2-yə təsir edən qüvvə isə bu istiqamət. Birinciyə təsir edən sağa yönəlir, səhvdir. Sonra deyir ki, bizə ikinciyə təsir edən yox, elə birinciyə deyilmiş. Birinciyə təsir edən sağa yönəlmədi də. Biri 2 sola itələdi. 1-ə təsir edən sola yönəlir, düzdür. F1 F2-yə bərabərdirmi? Baxaq indi ona. Burada F-lər bərabər olacaq. Niyə? Çünki bunlar qarşılıqlı təsir qüvvəsidir. Qarşılıqlı itələmə və ya qarşılıqlı cəzb etmə olur burada. Burada da qarşılıqlı itələmədir və biz də Newtonun 3-cü qanunundan bilirik ki, qarşılıqlı təsirdə olan cisimlər arasında təsir edən qüvvələr qiymətcə bərabər, istiqamətcə əks olur. Ona görə də bir-birinə bərabər olacaq. Burada doğru cavab oldu 2, 4 və 5. Və 50-ci sual. Sadə mexanizmlər üçün uyğunluğu müəyyən edin. Uyğunluğumuz yenə bu tərəfdə qalıb. Qüvvədə qazanclarına baxırıqsa, tamam. Gəlin burada baxaq yenə. Axırda gəlib cavabımızı uyğunlaşdırarıq.
Deməli, mayın müstəviyin qüvvədə qazancı 1 bölünsün sinus alfadır. K bərabərdir. 1 bölünsün sinus 30. Sinus 30'un da qiymətini bizə veribdir 2-də 1. Cavab olur ki, mayın müstəviyin qüvvədə qazancı 2 dəfədir. Bu birisiləri də tapaq. Burada qazanc vermir. Tərpənməz blok qazanc vermir. Amma nə üçün istifadə olunur? İstiqaməti dəyişmək üçün. Məsələn, biz qüvvə ilə bunu aşağı dartırıq, cismi yuxarı qaldırmaqdan ötürü. Yəni istiqaməti dəyişir. Bir də mayın müstəviyin qüvvədə qazancı nəyə bərabər idi? 1 bölünsün sinus alfa ya da ki, elin h-a nisbəti. Yəni k bərabərdir 1 bölünsün sinus alfa. Sinus alfa da nədir? Biz alfanı bura qoyanda qarşı katedin hipotenuza nisbəti 1 bölünsün h-ın elə. Burada da verir bizə elin h-a. Elin də h-a 3 h-ın h-a. Elimiz budur da, mayın müstəviyin uzunluğu 3. Burada da deməli 3 dəfə verir. Birincidə 2 dəfə verir. Biraz da uzaqlaşdırsam görünər. Birincidə 2 dəfə qazanc verən olur D variantı. İkincidə qazanc vermir, olur B variantı. Üçüncüdə isə 3 dəfə qazanc verir, olur C variantı. 1-ə D, 2-yə B, 3-ə də C. Daha bir sınağın sonuna gəldik. Bu həftənin bütün sınaqları izah olundu. Ümid edirəm ki, hər biri sizin üçün aydındır və hər bir sual kömək olar sizə. Arzu edirəm ki, burada ən yaxşı öyrəndiyiniz suallarla qəbulda da rastlaşasınız inşallah. Gələn videolarımızda görüşənə qədər, gələn videolara qədər köhnə videolara baxın, təhlil eləyin və kanala abunə olmağı da unutmayın. Diqqətiniz və dəstəyiniz üçün hər birinizə çox-çox minnətdaram. İnşallah görüşənə qədər hələlik.